ki o insanlar var ki onlar Allah yolunda öldürülüblər, onlar ölü deyirlər, onlar diridirlər. Hemen bu ayet ki var. Allah deyir ki: "La tusma'ul mevte", sen ölüleri eşittirə bilməzsən. "Ve la tusma'ul summe", sen çağıran zaman karları eşittirə bilməzsən. Bu yaşadığı halda ölü olan insanlara aittir, kafirlere aittir, münafıklara aittir. Peygamber onlar İslam'a davet edir, onlar peygamberler üz döndürürler. Bu Kur'an-ı Kerim'in ölü üçün, falan üçün olmasına, yani ki okunmasının haramlığına delil olabilmez. Bir ikincidir ki bizde El-İsra suresinde Allah Teala buyurur ki: "Nunazzilu minel Kur'an ma huve şifaun ve rahmetun lil mu'minin." Biz Kur'an-ı Kerim'de mümin insanlar için rahmet ve şefa ayetleri nazillemişik. Ondan elave Fussilet suresinde Allah Teala Fussilet suresinin Bismillahirrahmanirrahim 44. ayesinde وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا عَجَمِيًّا لَقَالُوا لَوْلَوْ فُصِّلَتْ آيَاتُهُ. Eğer biz Kur'an'ı ecem dilinde, yani gayri-Arap dilinde nazil etseydik, diyerdiler ki bunu bize izah ile gelin. اَعْجَمِيٌّ وَعَرَبِي قُلْ هُوَ لِلَّذ۪ينَ آمَنُوا هُدًا وَشِفَا. Dikkat edin ayenin devamına. Ey Peygamber de ki huve Kur'an lillezine amenu, o insanlar ki iman getiribler, onlar için huden hem hidayetti ve şifa hem de şefaetti. Kur'an-ı Kerim Allah El-Fussilet suresi 44. ayet. Allah Teala Fussilet suresi 44. ayetinde diyor ki Kur'an-ı Kerim hem rahmetti, hem hidayetti, hem de şefaetti. Allah burada demir ki, sonra demir ki burada Kur'an rahmetli, şefaatli, ancak dirilere, ölülere yok. Ümumiyyətlə kardeşler, İslam dininde ölüm nisbi anlamdır, ölüm mütlak anlamdır. Eğer insanın əsl mahiyyəti onun ruhudursa, eğer insanın əsas mahiyyətin onun ruhu teşkil edirsə, ruh da əbədidir. Bizim etiqadımıza göre beynehuma berzahun ila yevme yub'asun. İnsan ki ölenden sonra ruhu ki bedenden çıktı, kıyamet gününe kadar insanın bedeni berzahta kalır. Ruhuyla bir yerde, misali bedenle ruh bir yerde. Yani ki İslam anlamında ölüm anlamı yoktu. Biz sadece olarak bir dünyadan başka bir dünyaya gidirik. Allah Teala deyir ki, Kur'an deyir ki, Kur'an'da Fussilet suresinin 44. ayesinin Allah deyir ki Kur'an-ı Kerim mümin insanlar için rahmetli ve şefadır. Sonra ayenin devamında Allah buyurur ki وَالَّذ۪ينَ لَا يُؤْمِنُونَ فِي آذَانٍ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمَى. O insanlar ki bizim ayelerimize iman getirmeyipler, o insanlar onların kulaklarında ağır bir yük var. Onları hakkı eşitmək qabiliyyətinə malik olan insanlar diyor. Bu meselenin birincidir. İkinci mesele odur ki, bu günler bazı namaz kılanlarımızı mənə verilən suallardan görünür ki, bazıları Kur'an-ı Kerim bizim yani ki en büyük yani ki çatışmayan nöqtəmiz odur ki, biz Kur'an-ı Kerim'e marağımız çok azdır. Çalışalım gündelik 5 vərəq, 10 vərəq, 20 vərəq bazadığımız kadar Kur'an-ı Kerim'den sureler okuyaq, ayələr okuyaq. Tarixdə bir mağara hadisəsi var. Bu mağara hadisəsində belə bir olub ki, Peyğəmbəri öldürmək istəyirlər. Peyğəmbər öz yerində Həzrət Əlini yatızdırır, özü Mədinə hicrət eləməli olur. Həmin o müəyyən zamanda Peygamber mağarada gizlenmeli olur ki düşmenin, müşriklerin eline kesmesin. O mağarada olan insanlardan biri Ebu Bekir olup. 2 nefer olup Peygamber ve Ebu Bekir, Peygamberin qaynatası. Düzdür yani ki bəzilərdə bu Peygamberin qaynatası Ebu Bekir olup ama burada başka bakış da var. Məhşuru budur ki Peygamberle mağarada Ebu Bekir olup. Peygamberin qaynatası. Düzdür ben bu fikri tamamıyla qəbulləmirəm. Yani benim bakışım bu Ebu Bekir'e tamam fərqlidir. Şeyh Nəccad Tainin fikirlərinə süslə düşür. Amma fərz eləyək ki, bu məşhur deyir ki, burada Ebu Bekir, Peyğəmbərin qaynatası Ebu Bekirdir.
Deyirlər ki, həmin bu Tövbə surəsinin 40-cı ayəsində Əbu Bəkirin fəzilətinə aid ayə var. Ayə belədir, qardaşlar. Allah buyurur ki, Saniyə isneyn, ikincinin ikisi, İdhuma filğar, onların hər ikisi mağaradadırlar. İd yaqulu sahibihi, o öz mağara yoldaşına deyir ki, la təhsən, innallahu ma'ana, Allah bizimlədir. Fə ənzəlallahu səkinətəhu əleyh, Allah da öz arxansılığın ona nazillədi. Və əyyədəhu bi cunudin ləm tərəvha, onu görünməyən bir ordu ilə dəstəklədi. Deyirlər ki, burada Əbu Bəkirin üstünlüyünə bir ayə var. Nədir burada ayə? Deyirlər ki, Allah burada deyir ki, ikincinin ikincisi, yəni Əbu Bəkir Peyğəmbərdən sonra gələn bir insandır. Hə qardaş, Qur'an'a baxın, diqqətlə oxuyun Qur'an'a. Allah demir ikincisi ən üstündür birincidən. Yox, deyir ikincinin ikincisi, ikincinin ikincisi. İkincinin ikisi, belə deyil, qrammatik qayda ikincisinin ikisi. Yəni orada iki nəfər adam var. Biri Peyğəmbərdir, biri Əbu Bəkirdir. İz yəqulu idhuma filğar, onların ikisi mağaradadılar. Mağarada. Yəni mənlə bugün yolda sən möminsən, yolda bir kafirlə gedirsən. Deyirəm ki, saniyə isneyn, ikincinin ikisi. İzhuma fit tariq, onların ikisi yoldadılar. Onda həmin o kafir adam sənə görə məqama mindi. Əbədən. Bəzən insan məcburən yolda münafiqlə, fasiqlə, nə bilim, nə yoldaş olur. Bu o deməkdir ki, o insan bu yerdədirsə, onların ikisi də gözəl insandır. Əbədən belə şey ola bilməz. Allah Teala Qur'an-ı Kərimdə Yusuf Aleyhisselam'ın naşir. Yusuf'la zindanda olandan hamısı müsəlman idilər. Yox, onların kafiri də var idi, onların münafiqi də var idi, onların müsəlmanı da var idi. İzhuma filğar, onların ikisi mağaradadılar. Necə ki, İzqara Yusufu li sahibihi, necə ki Yusuf Aleyhisselam öz yoldaşına dedi ki, zindan yoldaşına, onların yuxsun yozdu. Bu da onun kimi bir şeydi. La təhsən, qorxma günən, qəmlənmə günən, bunu neyi fəzilətdir? Peyğəmbər Əbu Bəkir o zaman ki yaxınlaşdılar mağaraya, o müşrik istədilər Peyğəmbəri oradan çıxarsınlar. Həmin Allahın izinlə o mağaranın qapısının ağzında bir hörümcə tor qurdu, yuvası filanı, orada quş gəldi, yuva qurdu, orada yumurta oldu, filan oldu. Əbu Bəkir onların səsini eşidirdi, hətta olan ayaq izlərinə gördü. İstədi ki, hətta orada Əbu Bəkir qışqırmaq da istədi, orada olduqlarını da elan eləmək istədi. Allahın əmri ilə Peyğəmbər onu sakit elədi orada. Əbu Bəkir başladı ki, əsməyə, qorxusundan, Peyğəmbər dedi ki, qorxma günən, qəmlənmə günən, innəllaha mə'ana, Allah bizləndir. Bu o deməkdir ki, Allah Əbu Bəkirəndir. Yox, Qur'an-ı Kərimdə Allah Teala o qədər yerdə deyir ki, Qur'anı biz nazirləmişik, biz də onu qoruyuruq. Allah orada tək olduğu halda cəm kəlməsindən istifadə edib. Və sonra burada odur ki, burada deyirlər ki, fəənzəlallah səkinətəhu əleyh, Allah da öz səkinəsini, yəni o arxancılığın Əbu Bəkirə nazirlədi. Əbədən belə şey ola bilməz. Niyə? Əgər Allah Teala həmin o arxancılığı Əbu Bəkirə nazirləyibsə, o əyyədə onu dəstəkləyibsə, gözə görünməz ordu ilə, yəni mələklərdən, onda belə çıxır ki, Allah Teala Əbu Bəkiri mələklər ordusu ilə dəstəkləyib, amma Peyğəmbəri yox. Belə çıxır ki, Əbu Bəkir Peyğəmbərdən üstün olur, bu da ki, küfürdür başdan ayağa. Bu ayəni oxuyanda, görün bu ayədə Əbu Bəkirin haqqında hansı fəzilətdən söhbət gedə bilər. Və burada düşündürən məqam odur ki, bu səkinə sözü Qur'anda bir neçə yerdə qeyd olunub. Bir neçə yerdə qeyd olunub. Və hamısındadır ki, möminlər qeyd olunub. Amma burada isə möminlər qeyd olunmayıb. Ona görə ki, Peyğəmbər imanın bahanəsidir. Əgər burada Əbu Bəkirin fəzilətinə aid nəsə bir şey olmuş olsaydı, Allah paxıldır, Allah onu açıq-aşkar deyərdi. Ayə belədir. Saniyə isnin, ikincinin ikisi. İzhuma filğar, onlar mağaranın içindədirlər.
Yəqul li sahibihi, öz yoldaşına deyir ki, la təhsən, qəm yeməginə, innəllahı mə'ənə, Allah bizləndir. Peyğəmbər əyləşirdi məsciddə, məscidə münafiq də girirdi, məscidə qeyri insanlar da girirdilər. Bu məsələnin birinci tərəfi. O qaldı ikinci tərəf. Sizə bir hadisə deyirəm, amma İmam Zaman ağadan üzr istəyirəm. Bunu ilk dəfə də deyirəm. Çünki istəyirəm o qaranlıq nöqtələri bu deyəcəm bir sözlə aradan götürək. Bilirsiniz Əbu Bəkir kimdir? Asun Nəhsubəlağının şəhri var. İbn-i Əbil Hədidin Nəhsubəlağının şəhri var. Asun onun 16-cı cildin. Əbu Bəkir o zaman ki Həzrət Əli ona beyyət eləmədi, çıxır mənbərə 2 dənə söz deyir. Mən bu sözü deyirəm, amma birinci İmam Zaman ağadan üzr istəyirəm, sonra məsciddə ibadətə gələn bacı qardaşlarına üzr istəyirəm. Əbu Bəkir çıxır mənbərə 2 dənə söz deyir. Deyir ki, Fatimə tülküdür, Əli də onun şahididir. Estağfurullah, indi görün buna nə deyəcəksiniz? Bilirsiniz nə deyir Əbu Bəkir mənbərdə? Xanım Fatiməni Ummu Təhhal adlı bir qadın var, o ilə müqayisə eləyir. Ummu Təhhal bilirsiniz kimdir? Cahiliyyət dövründə ən məşhur əxlaqsız zinakar qadın olub. Bu sözü deyirəm, Əbu Bəkirin kimliyin sizin vicdanınıza qoyuram. Peyğəmbərin ciyar parasına tülkü deyən, dünya qadınların xanımına zinakar qadınla bir tərəziyə qoyan kişini Allah Quranda tərif eləyər. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli lirabbike venhar inne şaniyeke huvel abtar. Sadakallahul aliyyul azim.